Dəyərli izləyicilər, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov maraqlı bir çıxış edib bugün. Deyib ki, inkişaf edirik, özdə o qədər inkişaf edirik ki, Azərbaycanda yaşayış səviyyəsi çox yüksəkdir və özümüzü Fransa ilə müqayisə edə bilərik deyib. Yəni bir-birindən fərqli, amma belə deyək də bütün sahələrə əhatə edən bir açıqlaması, bir çıxışı var. Deyir, işğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır. Baxmayaraq ki, bunun Eldar Əzizova heç bir aidiyyatı yoxdur, çünki o Bakı şəhərində baş verənlərdən daha çox məsuldur. Amma hesab edək ki, onun fikrini alıblar, o da fikrini söyləyib, daha doğrusu bir tədbirdə çıxış edib və sonra isə daha doğrusu Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində bu barədə danışıb. Deyib, bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da müşahidə olunur. Deyib, işğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə həyata keçirilir. Həmin ərazilərlə yanaşı paytaxtda və digər regionlarda da inkişaf gedir və islahatlar aparılır. Digər postsovet ölkələrində isə durğunluq var. Lakin deyir, bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir deyib, biz bugün özümüzü Fransa ilə müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəlidəyik. Balaca ölkə olsaq da sözümüz keçir deyə Eldar Əzizov söyləyib. Yəni Eldar müəllimi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olaraq Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasiminə dəvət ediblər. O da sazı əlinə alıb və başlayıb inkişafla bağlı tərifli fikirlər səsləndirməyə. O Eldar Əzizovdur ki, dəyərli izləyicilər, qarşınızda gördüyünüz bu şəxs 1-2 həftə bundan əvvəl leysanlar olanda demişdi ki, vəziyyətdən çıxış yolu tunellərə bağlamaqdır. Yəni, belə bir çıxış yolunu ilin günün bu vaxtında bizim üçün məsləhət görən İcra Hakimiyyətinin başçısı, Bakı meri, baxmayaraq ki, meri seçkiləri olmayıb, amma İcra Hakimiyyətinin başçısı deyək ona, bizə hal-hazırda inkişafımızla bağlı danışmaqda özündə bir cəsarət tapır. Yəni, mən deməyəcəm ki, Bakı şəhəri Eldar müəllim təkcə Targovadan ibarət deyil. Mən bunu deməyəcəm, çünki bunu hamı bilir. Hə, qonaqlar gəlirlər, mən də baxıram YouTube kanallarında, blogerlərin bloqlarında xarici blogerlər gəlirlər Azərbaycana, Bakıya, xüsusən Bakıda olurlar, mərkəzdə Targovunu gəzirlər, Nizami küçəsi, Fəvvarələr meydanı, bulvar və s. və ilaxır. Wow deyə, belə deyək də, etizaza gəlirlər, kafelərə gedirlər. Ay aman, bu necə gözəl bir... Mən də başa düşürəm və mən fəxr edirəm ondan, bir Azərbaycanlı olaraq, təbii ki. Çünki içimdə bir Azərbaycancılıq var və çox sevinə-sevinə baxıram ki, görək qonaqlar bizim şəhərimizin gözəlliklərindən, belə deyək də, bəhs eləyirlərmi həmin bloglarda. Amma belə şapalaqla üz qızartmayaq da, burada yad adam yoxdur və ingilisdə mənim dilimi anlamadığı üçün gəlin tez-tez danışaq. Bakı təkcə Targovdan mı ibarətdir? Ey Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, bunun Sulu təpəsi var, bunun Biləcərisi var, bunun bir heybəti var, məsəl üçün deyək də, bunun Ramanası var, bunun hər yeri var da, yəni Bakının o qədər ayrı-ayrı yerləri var ki, o ara küçələrində az sanki belə atom bombası partlamış kimi olan küçələr var ki, hərəkət eləmək mümkün deyil. Orada Bakıdır da, orada yaşayan yetimlər də biz Azərbaycanlılarıq da. Yəni, mən Bakının mərkəzini düzəltdim, qonaq gəldi, wow dedi, mən də Fransa ilə müqayisə olunacaq səviyyədəyəm demək, nə deməkdir? Kimi aldatmaq istəyirsiniz ki? Hansı Azərbaycanlı bu yalana inanaraq, necə yəni Fransa ilə müqayisə edə bilərik ölkəmizdəki yaşayış səviyyəsini? Əminsiniz buna? Fransadakı orta aylıq məvacibdən, yəni oradakı əhalinin yaşayışından, dolanışığından xəbəriniz var? Hərdən bir bizə deyirlər ki, siz bilirsiniz orada qaz pulu nə qədərdir, işıq pulu nə qədərdir. Bizim də indi orada oxuyanımız var, işləyənimiz var, bilirik və s. Onların gəliri də ona uyğundur. Sənin gəlirinlə, sənin qaz pulun, işıq pulun və s. axı adekvat deyil, amma onunki adekvatdır. Onun aldığı maaş 5000 avrodur. Gələn, tutaq ki, kommunal xərci də, tutaq ki, qaz pulu da olsun 400 avro və yaxud da ki, 300 avro. Buna uyğundur da bunun kommunal xərci. Sən onunla Azərbaycanı necə müqayisə eləyə bilərsən? Mən bilmirəm, mən Fransada olmuşam, təxminən 3 şəhərində, 4 şəhərində olmuşam. Mən heç yerdə qul bazarı görməmişəm. Amma gəlin gedək Bakının bəzi yerlərinə, mən əlimlə qoymuş kimi sizə deyərəm ki, harda qul bazarı var. Çünki görmüşəm, çünki yolla gedəndə görmüşəm. Bir neçəsinin yerini əzbər bilirəm. Qadın qul bazarı belə var. Var Fransada, mən bilmirəm, xəbərim yoxdur. Mən olan vaxtda heç görməmişdim onu. Kafesinə qalanda, nə bilim, restoranına, nə bilim, muzeyinə filanına qalanda, o məsələdə müqayisə oluna bilər. Mənim üçün inkişaf təkcə, belə deyək də, o qablaşdırma deyil. Bəzən görürsən, kimsə kiməsə hədiyyə aparır, qablaşdırması o qədər gözəldir ki, içindəki isə belə qeyri-adi bir şey hədiyyə deyil. Onun kimi etməyin nə Bakını, nə də bizim ümumi yaşayışımızı. Bakı təkcə, belə deyək, kiminsə gəlib Nizami küçəsində çəkdiyi insanlar deyil. Kafedə oturanlar heç deyil.
Mən özüm bir Bakı sakini olaraq, Bakıda doğulmuş bir vətəndaş olaraq, mən sizə dəfələrlə bunu demişəm. Mən 6-7 aydır ki, demək olar ki, Bakının mərkəzinə gedə bilmirəm. 2 həftə bundan əvvəl getməyə çalışırdım. Onda da sizə danışdım ki, yəni maşına belə yer tapmağa tez tapa bilmirdim. Ona görə yox ki, Bakının mərkəzi bizim üzümüzə bağlıdır. Yox. Birincisi şərait o cürdür ki, insanlar işləməkdən vaxt tapa bilmirlər, harasa getsinlər, əylənsinlər. Bütün günü işdə oluruq demək olar ki, işləmək bu qədər hal-hazırda insanların həyat tərzinə çevrilib. Bundan da başqa Bakının mərkəzini elə vəziyyətə salıblar ki, nə maşın saxlamağa yer var, nə hərəkət eləməyə yer var və s. Digər bir tərəfdən sizin orada gördüyünüz insanlar, sizin orada əyləndiyini gördüyünüz insanların böyük əksəriyyəti xarici turistlərdir. Bakılı görmək istəyirsə, Bakılı deyərkən, yəni Azərbaycan insanı görmək istəyirsinizsə, gəlin mən sizə yerlərini deyim ki, onlar harda necə yaşayırlar. Çəkməkçisini göstərim sizə, dərzisini göstərim, saç ustasını göstərim. Onların həyatını, onların yaşayışını gəlin qoyaq ortaya. Eldar müəllim, harda görünüb ki, məsəl üçün insanlar belə deyək də işləmək üçün ali təhsilli müəllimlər getsinlər, taksi sürücüsü işləsinlər. Harda görünüb? Bu Fransada var məsəl üçün. Və yaxud da ki, deyirsiniz ki, Fransa ilə müqayisə olunacaq vəziyyətdədir. Fransada təhsil bu vəziyyətdədir. Prokurorluq orqanlarla bağlı danışırsınız ki, demək müqayisə, xariclə müqayisə olunacaq vəziyyətdədir və s. və ilaxır. Və deyir ki, ciddi şəkildə prokurorluq orqanlarında da inkişaf hiss olunmaqdadır. Yəni deməm, prokurorluq orqanlarındakı inkişafı ümumiyyətlə harda görmüsünüz siz? Harda görmüsünüz də? Bakını belə deyək də santimetr satıb Bakı şəhər icra hakimiyyəti. Elə sizdən əvvəlkinin dövründə də, elə indinin özündə də millimetr yer yox deyə hərəkət eləməyə. Prokurorluq orqanları əgər sizin dediyiniz kimi inkişafda olsaydı, bu dəqiqə çoxları türmədə olmalı idi həmin məntiqlə. Binalar tikilir, bəlli deyil, normativ yox, bir şey yox. Biraz yağış yağan kimi həmin o binaların içərisindən, o yeni binalar deyirsiniz, axarlı, baxarlı, Fransa ilə müqayisə olunacaq qədər. Həmin o binaların içinə gedin baxın, nə vəziyyətdədir. Nə normativə uyğun tikilir, nə normativə uyğun konstruksiyası var, heç nəyi yoxdur. Ona siz cavabdehsiniz, Bakı şəhər icra hakimiyyətindəki müvafiq qurumlar cavabdehdilər. Sizin dediyiniz kimi prokurorluq inkişafla işləsəydi, bu dəqiqə çoxları, belə deyək də, qolu qandalı türmədə olmalıydılar Bakı şəhər icra hakimiyyətinin müvafiq şöbələrinin müdirləri səviyyəsində. İnkişafdan danışanda hərdən nəzərə alın ki, bax, bu telefonlardan bizdə də var. Yəni, biz bu telefonlarla biz də dünyaya çıxış əldə edə bilirik. Hətta ən kasıb insan belə zaman-zaman ölkədən kənara çıxa bilir. Biz jurnalistlər indi səfərlərin sayəsində, hansısa tədbirlərin sayəsində gedib bir-iki dəfə görmüşük də bu xarici ölkələri. Bizə necə nağıl oxuya bilərsiniz siz? Bizə necə israrla deyə bilərsiniz ki, sizin həyat səviyyənizlə Fransadakı yaşayış səviyyəsi eynidir. Yaşayış səviyyəmiz eynidir deyəndə siz və sizin ətrafınızı nəzərdə tutursunuzsa, tamam, ondan mən də razıyam. Yəqin ki, əminəm ki, Fransada və Fransanın ayrı-ayrı şəhərlərində, həmin o şəhərlərin merləri səviyyəsində əgər müqayisə edirsə, siz onlardan daha varlısınız. Qohum əqrabanız, yanınız, yörəniz, məmurlarınız, ətrafınız, əsabələriniz daha varlıdır onlardan, onu bağlayıram. Amma Azərbaycan insanı demək axı sizin təkcə ətrafınız demək deyil, təkcə sizin yaşayışınız demək deyil axı. Nəzərə alın ki, bunun əlisi var, vəlisi var, pirvəlisi var, bunun kasıbı var, müəllimi var, təqaüdçüsü var. Təsəvvür edin ki, bugün ayın 8-idir, biz saytlar necə yazırlar xəbəri? Pensiyaçılara şad xəbər. Ay aman, nə baş verib? Görürsən pensiyaçıların həyatında nə baş verib? Pensiyaların verilməsinə başlanılıb. Biz bunu görün nə vəziyyətə gəlib çatmışıq. 2025-ci ildə biz bunu xoş xəbər kimi təqdim edirik. Mətbuat da artıq xoş. Çünki nə qədər adam bizdə hər gün yazırlar. Səmş xanım, bilmirsiniz pensiyalar nə vaxt veriləcək? Budur inkişaf Eldar müəllim. Qaziyə 80 manat verilməsidir inkişaf Eldar müəllim. Tələbənin heç bir liqotunun, heç bir güzəştinin olmamasıdır inkişaf Eldar müəllim. Xaricdə tələbələrə kart alırsan müvafiq məbləğ qarşılığında və bu 1 illik kartdır, tələbə kartıdır, güzəştli kartdır. O adam muzeyə də gedəndə endirimdən gedir, nəqliyyatdan da endirimdən istifadə edir, qatardan da endirimli biletlərdən istifadə edir. Siz biz tələbələrə, yəni bu ölkənin tələbələrinə nə imkanlar təmin eləmişsiniz? Gəlin bütün kateqoriyalar üzrə təhlil eləyək də yaşayış səviyyəsinin harda Fransadan yüksək olduğunu bilirsiniz və yaxud da deyirsiniz axı. Vaxt yox deyə sadəcə saatlarla oturaram burada Fransadakı həyat səviyyəsi ilə bağlı faktları bir-bir sadalayar və sizdən soruşaram ki, hardadır bizim onlardan daha yaxşı yaşamağımızla bağlı faktlar, rəqəmlər? Pensiyaçının pensiyası bəlli, orta aylıq əmək haqqı bəlli, tələbənin təqaüdü bəlli, həkimin maaşı bəlli, müəllimin maaşı bəlli. Hardadır bu inkişaf?
Niyə insanları bu qədər aldatmağa özünüzdə haqq tapırsınız axı? Yenə də deyirəm, öz işinizlə layiqincə məşğul olsaz, Bakını belə deyək də bir abada çıxartsaz, yenə də deyirəm, Bakı təkcə Targovudan və Nizami küçəsi, Həndəvərindən, Səbail rayonundan ibarət deyil, bunu lütfən anlayın. Bütöv Bakıdan gedir söhbət. Biraz belə deyək də, hava pisləşən kimi Bakımızın nə günə düşdüyünü hamımız görürük. Hacı Bala Abtalov demişkən Bakımızın. Ona görə öz sahənizdə bari bir inkişafınız olsaydı və gerçəkdən də deyir o dili var, dilçəyi də var deyə biləcəyimiz bir məmur olsaydınız, bəlkə də bu sözünüzü eşitməzliyə, görməməzliyə özümüzü vurar keçərdik. Kəş Eldar müəllim dedi, deməlidir, deyib bir açılış mərasimində pis şey deməyəcək ki. Amma siz Azərbaycandakı yaşayış səviyyəsini Fransa ilə müqayisə eləyəndə artıq heç kəs susmaq istəmir. Lütfən insanları belə deyək də savadsız yerinə qoymayın. Başqa ifadə səsləndirmək istəmirəm. Hamımızın belə deyək də, internetə çıxışımız var. Hamımızın məlumatlara çatımlılığımız var. Azərbaycan insanı nə zaman Fransadakından daha yaxşı yaşayıb, onunla bağlı məlumatımız isə yoxdur. Lütfən bizi məlumatlandırın. O hansı Azərbaycan insanıdır ki, onun yaşayış səviyyəsi Fransadakından daha yaxşıdır. Görək, biz ona bir heykəl qoyaq.